Salamlar, salamlar, salamlar. Podkastlara geri döndük. Bu 11-ci podkast olacaq. Podkastın sistemi dəyişib. Açıqlama hissəsindən oxuya bilərsiniz. Bugünkü mövzumuz New Yorklu Mamdani'nin azarkeş çıxışıdır. Hansı çıxışı? Deməli New York'un NBA, yəni basketbol komandası var, New York Knicks deyə. 53 ildən sonra bu komanda NBA'də çempion oldu. Və çempion olandan sonra insanların önünə məşhur adamlar, New York'un təmsilçiləri çıxıb çıxışlarını edirdilər, fikirlərini bildirirdilər, təbrik mesajlarını göndərirdilər. Bunlardan biri də Mamdani idi. Deməli Mamdani'nin çıxışı niyə bu qədər vacibdir deyə sual verə bilərsiniz. Mən də bunun qarşılığında deyə bilərəm ki, bu çıxışı önəmli eləyən səbəblərdən biri Mamdani'nin siyasətçi olaraq danışmağı deyil. Yəni orada çıxış edən adam bir siyasətçi değildi. Bir azarkeş idi. Ona görə də mən bunu New Yorklu Mamdani'nin azarkeş çıxışı deyə yazısını da yazmışam. Əslində elə o yazı üzərindən gedəcəyik. Yəni bu çıxışın önəmli nöqtələri nədir? Açar sözləri nə idi? Niyə bu qədər önəmlidir bu çıxış? Yəni bir çıxış mətni yazırsınızsa, Mamdani'nin bu çıxış mətni niyə bu qədər önəmlidir və niyə bu qədər üzə çıxır? Yəni insanları heyrətə gətirə bilir. Çünki bu çıxış zamanı Mamdani siyasətçi kimi yox, bir azarkeş kimi profil çərçivələnir ona. Sanki orada bir azarkeş var. Heç mer yoxdur orada. Deməli, New York Knicks'in 53 il sonra NBA'də çempion olması Mamdani'nin çıxışını uğurlu edən amil deyil. Bunu ilk öncə bildirim. Yəni klubun, komandanın NBA çempion olmağı çıxışı çox da önəmli etmir. Çıxışı önəmli edən amil Mamdani'nin müəyyən bir dəqiqə içərisində New York'un meri kimi davranmaması olur. Orada çıxış eləyən adam bir mer kimi dayanmırdı insanlar üçün. Bəs necə dayanırdı? İndi mən digər məsələlərə toxunacağam. Belə deyək də, bir çox qələbə çıxışlarına baxırsınız, hamısı bir-birinə bənzəyir. Təbriklər edilir, oyunculara təriflər yağdırılır, şəhərə təşəkkür edilir. Sonra da hamı xoşbəxt şəkildə işinə gücünə qayıdır. Yəni standart təbrik çıxışları olur. Əsasən siyasətçilər tərəfindən və ya biznes sahibləri tərəfindən. Bu standartda hamımızın öyrəşdiyi təbriklər var. Amma Mamdani'də bu fərqli idi. Mamdani'də tamamilə bir fərqli strategiya var idi. Və bu strategiya, bu çıxışın əsas məqsədi əslində bir təbrik deyildi. Yəni Mamdani ora çıxmamışdı təbrik eləsin. Ora tamam başqa hissləri ötürməyə çıxmışdı. Yəni ilk cümləsinə baxdığımız zaman Mamdani özü ilə auditoriya arasında məsafəni dağıdır. Yəni mer kimi deyiləm artıq qarşınızda, onu bildirir. Yəni sözlə bildirmir, amma o hissi verir. Artıq onu dinləyənlər onu mer kimi dinləmir. Yəni qarşımızdakı merdi, mer deyil, onu fikirləşmirlər. Ağzından çıxan hər bir sözü mer dedi deyə qəbul etmirlər. Və cümləsinə başlayanda da salam və ya quru təbrik olmadı. Mamdani cümləyə bu sözlə başlayır, bu cümlə ilə başlayır çıxışına. 53 ildir ki, biz bunu izləyir və gözləyirdik. Ya bu bilirsiniz nə deməkdir? Ya Mamdani burada deyir ki, mən də gözləyirdim. Ya burada nə siz, nə azarkeşlər, nə mən sözü var da belə deyəndə. Biz sözünü işlədir. Yəni biz izləyirdik. Biz kimdir? Ümumi götürəndə New Yorklular. Bu komandanın çempion olmasını istəyənlər. Yəni buradakı biz elə ilk cümlədən qarşıdakı mer yox, azarkeş hissini verir. Yəni bu mer deyil, azarkeşdir. Mamdani orada insanlara səslənir ki, yəni qısacası Mamdani burada nə isə izah eləmir, nə isə təbrik eləmir, danışmır. Yəni bir mer kimi durub orada bir təbrik eləmir, yuxarıdan aşağı baxmır. Sanki onlardan biridir. Yəni səhnədən, insanların içərisindən biri çıxıb orada öz fikirlərini deyir. Mamdani bu hissi ötürür. Elə buna görə də bu çıxışda görürsən ki, basketbol həvəskarı olmasan belə, Mamdani danışdıqca sən də həyəcanlanırsan, sən də o hissi keçirirsən. Sanki sən də bir New York Knicks fanatısan. Amma elə deyil. Sən azarkeş deyilsən, basketbola baxmırsan, amma Mamdani dinləyirsən, istəyirsən basketbola baxasan, gedib o New York Knicks'in qələbəsinə baxasan, oyuna təkrar baxasan ki, bu necə oyun olub ki, Mamdani belə ürəkdən danışır. Çünki bir azarkeş kimi danışır, mer kimi yox.
Siyasi kommunikasiya da çıxışlar zamanı siyasətçilər insanlara təsir etmək üçün daha çox onların dərdini, problemini, sevincini bölüşdüklərini qeyd edirlər. Yəni mən də bu hissi keçirirəm. Yəni sanki bu qıraqdan durub o hissi keçirir. Amma Mamdani içərdən elə bir gəlir. Nəyi, necə hiss etdiyini bildirmir. Sadəcə göstərir, sözləri ilə göstərir. Məsələn, çıxışa baxırsan ki, yəni sıravi digər heç basketbola baxmayan kimsə olsa belə hiss edirsən ki, burada bir mer yoxdur da, burada bir siyasətçi var. Yəni çıxışın içərisində quru təbrik falan yoxdur. Çıxışın içərisində köhnə adlar, əfsanəvi New York Knicks'in əfsanələri var əlbəttə ki, hər klubda olduğu kimi. Və o adlar çəkilir. Willis Reed-i çəkir, Patrick Ewing'i çəkir, John Starks'ı çəkir, Bernard King'i çəkir, Alan Houston kimi adları çəkir. Yəni bildirir ki, mən də bunlara baxa-baxa böyümüşəm və ya mən də bunları bilirəm. Bir havası yaradır. Ondan sonra oyun ərzində önə çıxan oyuncuların adını çəkir. Douglas'ı, Jeff Race'i, Galloway, Thomas'ı, bunların da adını çəkir. Yəni burada da bildirir ki, mən oyunu izləmişəm, oyundan xəbərim var. Əslində bu adlar çox da önə çıxmayan adlardır. Nə mənada? Yəni komanda oyunu oynayırsan, bir komandada 1-2 oyuncu önə çıxır da. Amma Mamdani hər bir oyuncusunun elədiyi hərəkəti də qeyd edir. Filankəs belə elədi, filankəs elə elədi. Yəni göstərir ki, oyuna mən də baxmışam, o həyəcanı yaşamışam və oyuncuların hər birinin adını çəkərək onlara da bir dəyər qatır. Özünə də dəyər qatır, onlara da dəyər qatır və verdiyi mesajı daha emosional hissiyat yönümlü verməyə çalışır. Digər məsələ Mamdani'nin çıxışında önəmli məsələlərdən biri simvolizmdir. Yəni biz bilirik ki, siyasətçilər harda olsun, kostyumda olurlar, uzabaşı, ağ köynəkdə olarlar ya da yarı klassik geyimdə olarlar. Yəni biraz anormal görsənməyən formada da səliqəli görünməlidir. Maraqlısı budur ki, Mamdani çıxış zamanı kostyumu geyinib, altından da New York Knicks'in yəni oyun ərzində basketbol formasını geyinib, oyun ərzində oynadığı, geyindiyi basketbol formasını geyinib. Yəni biz çıxıb öz dostlarımızın içərisində belə geyinsək, insanlar bizə bəlkə də gülər ki, bu nə geyimdir, nə bilim, bir ad qoyarlar, bizi bir tənqid də eləyərlər ki, kostyumun altından forma mı geyinərlər. Amma Mamdani bu belə şeylərə yəni fikir vermir, çıxışını, yəni baxın, çıxışda önəmli olan əlbəttə yazıdır, ssenaridir, nə deyəcəyini, mətindir, mətni bilməlisən. Mətindən önəmli olan, önəmli deyəndə, yəni mətinlə birlikdə digər önəmli məsələ emosiyalardır, hərəkətlərdir, o çıxış zamanı işarələrdir, nə bilim, üzdəki emosiyadır, göz qırpmalarıdır, əl işarələridir, duruşdur və bununla birlikdə geyimdir. Geyim də çox önəmli çıxışlar zamanı. Mamdani isə kostyum geyinib, kostyumun altından basketbol forması geyinib. Yəni əslində orada nə deyir? Bu simvolizm nöqteyi nəzərdən baxanda kommunikasiya. Yəni mən sizin meriniz olmaqdan ziyadə sizdən biriyəm. Mer ola bilərəm. Amma mer olmamışdan qabaqda, elə mer olanda da mən azarkeşəm. Yəni mən də sizin kimi azarkeşəm. Mənim də işim var. Sizin necə öz işiniz varsa, pul qazanırsınız. Mənim də öz işim var, amma bu demək deyil ki, mən azarkeşlikdən çıxmalıyam, özümü çox ciddi aparmalıyam. Yox, elə bir şey yoxdur. Merəm və azarkeşəm. İnsanlarda bu daha istiqanlı təəssürat yaratdı. Yəni insanlar bunu daha çox sevdi. İndiyənə qədər Mamdani haqqında nə tənqidlər var idisə, insanlar ona sual işarəsinə yanaşırdısa, həm bu oyuncuların adını çəkməklə, həm də bu geyim formatı ilə o tabuları deyək də, o qara pərdəni, o divarı yıxmış oldu. Özünə daha yaxınlaşdırdı. Bir səmimiyyət yaratdı. New Yorklularla öz arasında. Təkcə azarkeşdən söhbət getmir ha. New Yorklularla öz arasında. Çünki New Yorkun meri də həmişə ciddi siyasət yönümlü danışmalıdır. Bu çox vaxt sıxıcı olur əlbəttə. Amma bu yöndən gələn bir insanın kostyum altından forma ilə bu tipdə çıxışı, bu tipdə emosiyalarını bildirməyi nəinki New York Knicks azarkeşləri, həmçinin bütün New Yorklar tərəfindən bəyənilir və istər-istəməz ölkənin, yəni Amerikanın digər ştatlarında da bu üzə çıxdı ki, Mamdani kimi bir mer də ola bilər də, yəni belə rahat danışan, hissləri ötürən və geyimində də rahatçılıq bildirən, o səmimiyyəti yaradan biri lazımdır hamıya. Yəni mikrofon qarşılığında da Mamdani danışdıqca görürsən ki, yəni New Yorklular da, New York Knicks fanatları ilə bir yerdə Mamdani da azarkeşdir və o da 53 ildir gözləyir. Yəni elə bir ki, 53 ildir bu anı gözləyir ki, mikrofonu alsın əlinə danışsın. İndi qismət də elə gətirdi ki, mer oldu. Mer olduğu dövrdə 53 il
53 il tamamlandı. Yəni 53 ildir gözlədikləri məsələ adamın mer olduğu dövrdə başa çatdı və çempion oldular. Məncə bu da bir tərəfdən bir şans və ya təsadüf deyə bilərik. Və burada mətndə əsas məsələ bilirsiniz nədir? Bayaq dediyim kimi biz gözlədik. Yəni Mamdani burada mən gözlədim, siz gözlədiniz söhbət deyil, biz gözlədik. Yəni, əslində bu hekayədə, bu mətndə bildirmək istənilən məsələ çempion olmaq deyil. Yəni əsas məsələ onu illərlə gözləməkdir. Yəni çempion olduq, ancaq biz də bunu gözlədik də qardaş. Çempion olmaq tamam da, yəni 53 illik bir həsrəti bitirdik. Burada iki bir anlayış var da. Bir var kuboku qaldırmaq, bir də həsrətin bitməyi. Bu mətnin ana strukturu, belə sütunu, onurğası əslində çempionluq haqqında danışmaq, belə pöhlənmək deyil. Bu 53 illik həsrətin hekayəsini ortaya qoymaqdır. Bu mətn, bu çıxış 53 illik həsrətin bitməsi üzərinə qurulub. Çempionluq onun bir nəticəsidir. Yəni məsələ kubok yox, o həsrətdir. Əsas uğur burada kubok yox, həsrəti bitirməkdir. Yəni burada biraz emosional olaraq onu verir Mamdani. Digər məsələ isə bu çıxışda bu qələbəni sadəcə indiki oyunçulara da həvalə eləmir. Yəni tamam, bu qələbəni qazandıq, indiki oyunçular qazandı, qələbə qazandıq, qabağa getdik, çempion olduq, 53 illik həsrət bitdi, tamam. Amma Mamdani öz çıxışında digər oyunçulara, keçmişdə olan oyunçulara da xitab edir, məşqçilərə də, məsəl üçün çıxış zamanı unudulan oyunçuları, məşqçiləri, o məğlub olan, çempion ola bilməyən sezonları da yada salır Mamdani və onlara təşəkkür edir. Niyə? Çünki Mamdani çıxışında bildirir ki, çempionluq bir sezonla gəlmir. Yəni çempionluq bu il baş vermədi. Bu çempionluq yolunda illərlə yaranan bir uğursuzluq var, bir təcrübə var. O təcrübəni də yaradan oyunçular, məşqçilər, sezonlar olub. Onlara da təşəkkür etmək lazımdır. Nailiyyət təkcə bu gün bu kuboku əldə tutanlara yox, illərlə bunu qazanmaq üçün tərdən qabıqdan çıxanlara da aiddir. O uğursuzluqlar olmasaydı, indi bu çempionluq olmazdı deyə vurğu edir Mamdani. Digər məsələ isə Mamdani çıxışında artıq bu hissəyə qədər gəlir. Bu hissədən sonra biraz məsələni biraz sosiolojik tərəfə çəkir, biraz siyasi sosioloji tərəfə çəkir. Bunu necə eləyir? Mövzunu basketboldan alır, New York'a ötürür. New York'un həyat tərzinə, New York'un abu-havasına, şəhərinə ötürür. Mamdani çıxış zamanı qonşulara, yəni belə deyək də, insanlara xitab eləməyə başlayır. Onun New York'un təbiətinə xitab eləməyə başlayır. Məsələn, çıxış zamanı qonşuların bir-birinə evinə dəvət etməsindən danışır, mehribançılıqdan danışır, bir-birinə yad olan insanların küçədə birlikdə sevinməsindən danışır, metro gözətçilərinin mikrofonla anons keçməsindən danışır, avtobus sürücülərinin rol arxasında oynamasından, sevinməsindən danışır. Sanki oyuncular və komanda unudulur və onların yerinə şəhəri qəhrəmanlaşdırır. Yəni bir basketbol komandasının qalibiyyətini çevirib edir şəhərin qəhrəman insanlarına, onların sevinclərinə, bir olmaqlarına, yəni bir New Yorklu ruhuna çevirir. Və burada tam yerinə düşür ki, bir siyasi cümlə işlətsin. Onu da edir Mamdani. Mamdani burada deyir ki, bu şəhər cəmaatı çox vaxt hansısa problemə görə bir yerə toplaşır. Lakin indi sevincdən toplaşıb. Yəni biz görürük ki, insanlar toplaşıb, indi etiraza toplaşmamısınız. Sevinirsiniz deyə toplaşmısınız. Bu da New York üçün tək-tük hadisələrdən biridir deyir. New Yorklar böhrana görə, problemə görə yox, sevincə görə bu yerdədirlər. Yəni əslində insanların bura toplaşmasını da həm basketbola tərəf çəkir, həm də New York ruhunun yenidən dirçəlməsi. Sanki 53 ildən sonra nəinki qalibiyyət qazandıq, nəinki həsrət sona gəldi, sanki New Yorkluların da ruhu geri döndü. Onların sevinci, əyləncəsi, qonaqpərvərliyi də geri döndü. Sonra Mamdani bundan əlavə olaraq statistikaya da biraz söz vurmuş olur. Çünki oyunlarda daimi biz bilirik ki, idman oyunlarında statistika paylaşılır ki, bu komandanın udma faizi budur, məğlubiyyət faizi budur. Məsələn, New York Knicks'ə də deyirlər ki, 0,4%dir çempion olmağı. Bu kimi iddialar var idi statistikalarda. Amma Mamdani bunu da vurğu edir. 0,4%-in üzərinə dəfələrlə vurğu edir. Bunda əsas məsələsi nədir?
Mamdani burada ruhdan düşməməyi, hər zaman ümid yeri olduğunu bildirir. Hər dəfə bu faizi qeyd edir ki, başqa yəni bir oyunçudan danışır, dayanıqlıqdan danışır, sonra yenə bu faizi bildirir. Elə bir hadisəni deyir oyun ərzində, yenə faizi bildirir. Yəni bu faiz bizi yerə yıxmadı, bizi ümidsiz etmədi deyə vurğu edir. Sona qədər mübarizənin basketboldan daha çox New York'a aid olduğunu göstərir. Yəni Mamdani başlayanda komandadan başlayır, basketboldan danışır, digər məsələlərə toxunur və sonda gətirir məsələni New York'a aid edir. Yəni New York bu məsələnin özəyidir. New York insanı, New York insanın ruhdan düşməməyi, sona qədər mübarizə aparmağı, çox işləməyi, daima ayaqda durmağı, ümidli olmağı, ümidsizliyə qalib gəlməyi önə çıxardırdı Mamdani. Bu da əlbəttə ki, çıxışı dinləyən nəinki New Yorkluları, digər ştat insanları, hətta digər ölkələrdən olan insanlar da bu çıxışa baxanda biraz çıxışı izləyəndən sonra, qulaq asandan sonra biraz belə olur da, ya basketbola həvəsi artır, ya New York Knicks'in gedir oyununa baxır, ya Mamdaniyə belə həsədlə baxır ki, adam nə gözəl danışır, ya da həmən adam orada olmaq istəyir. Yəni o emosiyanı Mamdani ötürə bilir. Digər məsələ isə metaforadır. Metafora nədir? Yəni Mamdani, bayaq dediklərimizi bir qazana yığsaq belə, Mamdani basketbolu çevirib eləyir şəhərin metaforası. Yəni o çıxışında deyir ki, Knicks, New York, yəni New York Knicks komandası New York şəhəri üçün üzr istəyirəm, Knicks New York şəhəri üçün qələbə qazanmadı. Yəni bu qələbəni əslində New York üçün eləməyib də. New York tamam bildik də, bu şəhərin komandasıdır New York Knicks. Bu qələbə New York şəhəri üçün nəzərdə tutulmamışdı. Onlar New York şəhəri kimi qazandılar. Yəni burada bir incə nöqtə var ki, bu cümlədə, düzdür, ilk dəfə deyəndə onu tam olaraq tutmursan, sonradan anlayırsan ki, bu adam nə demək istəyirdi. Yəni bu metafor da siz məsələ olur ki, o New York Knicks komandası bayaqdan o saydığı New Yorklu vətəndaş, New York şəhərinin ab-o havası ki var idi, o ruhdan düşməmək, ümidsiz olmamaq. New York Knicks New York şəhəri kimi qazandı. Yəni fərqli bir aurada deyirlər. Zaten New York şəhəri buydu. 53 ildən sonra biz özümüzü anladıq ki, New York Knicks də qələbə qazandı, özünü anladı və sonunda bu sevinci bizə qatdı, bu həsrəti bitirdi. İndi sual olunur ki, bəs bu New York nədir? Yəni adam cümləsində deyir ki, onlar, yəni New York Knicks komandası New York şəhəri kimi qazandılar, qələbə qazandılar, çempion oldular. Bəs New York nədir? Biz New York nədir sualına baxanda görürük ki, New York nə ola bilər? Hündür mərtəbə binadırmı? Wall Street'dimi? Küçələrdimi? Sarı taksilərdimi? Evdə tək filmindən olan ab-o havadırmı? Xeyr, New York bunların heç biri deyil. Əksinə. O əsasən Mamdani mətn daxilində, yəni çıxışı daxilində New York'un nə olduğunu izah edir. O deyir ki, New York, yəni belə konkret olaraq da demir də, yəni bir hekayə formatında, bir emosiya formatında bildirir ki, bahalı kirayədən, yəni New York'un bahalı kirayələrindən danışır, çətin yaşamlarından danışır, sona qədər mübarizə aparan şəhər insanlarından danışır. New York'un belə izdirablı, çətin ab-o havasından danışır. Bayaq fikir verdinizsə daha pozitiv danışırdı. Artıq son bitimlərində biraz daha çətinliyindən danışır New York'un. Yəni New York'un bu çətinlikləri ola insanlar həmişə ayaqdadılar, çalışmağa, inkişaf eləməyə davam edirlər. New York Knicks də bax bu formada şəhər kimi qazandı. Yəni onlar da 53 ildir bu çətinliklə gələ-gələ sonunda istədiklərinə çatdılar. Qısacası deyir ki, bu sadəcə basketbol deyil. New York şəhərindəki yaşam mübarizəsidir. Yəni bu yaşam mübarizəsi idmana da sıçrayıb. Yəni idmanda da bu yaşam mübarizəsi mentaliteti var. Ona görə 53 ildir orada çəkilən o izdirab, çətinliklər, məğlubiyyətləri New York'un gündəlik yaşam tərzi ilə eyni tərəziyə qoyur ki, orada dayanan insanlarla basketbol, yəni oyuncuları arasında bir əlaqə yaradır və bu əlaqəni emosional edir. Yəni nə onlar xüsusi bir zümrədir deyə göstərir, nə də insanlara fərqli bir
çərçivə göstərir. Yəni hamımız eynik. New Yorkun problemləri içərisində böyümüşük. New Yorkda olan problemlərlə mübarizə aparmışıq. Yəni həyatın bir fəlsəfəsini New York necə deyərlər, bir qutusuna sığışdırıb New York qutusunda izah edir və orada olan insanlar, oyunçular, siyasətçilər bu formada hamısını bir qələmə alır. Yəni bu mübarizə də ki, basketbolda belə 53 il çəkdi deyə xitabı var. Yəni bu elə bir mübarizədir ki, bizim həyat boyunca apardığımız mübarizədir. Həyatda yaşam, çalışmaq, qazanmaq. Basketbolda belə bir həyata bədəl ildir. 53 il ki, bu 53 ildən sonra uğur gəldi. Əslində bir növ özünün mer seçilməsini də New Yorklar üçün bir qurtuluş kimi göstərir. Yəni bayaq dediyim kimi bəxtindən gətirdi, öz mer olduğu dövrdə yaşandı bu. Mamdani sanki bildirirdi ki, 53 ildən sonra basketbolda da çempion olduq və 53 ildən sonra mənim kimi bir mer də var qarşınızda. Bu da bir New York üçün uğurdu. Ona görə New Yorkun o çətinliklərindən danışır ki, bunları həll edəcəm vurğusu edir. Yəni 53 ildir New York Knicks'in çempion olmama ıstırabını insanların 53 ildir Mamdani kimi bir merinin olmamasına bağlayır bir növ. İndi görən Mamdani siyasi olaraq gələcəkdə New York Knicks'in 53 ildən sonra bacardığını, o uğurunu bir mer olaraq New Yorkda hansı dəyişikliklərlə ortaya çıxaracaq, onu zaman göstərəcək. Mamdani çıxışına belə deyək də, gördüyünüz kimi Mamdani çıxışına biz gözlədik sözlərini, yəni 53 ildir gözlədik sözlə başlayır və biz qalib gəldik sözləri də bitirir. Əslində sıradan ortalama bir siyasətçi çıxışlarında daha çox elə birbaşa qalib gəldi ilə başlayır, amma Mamdani biz gözlədik başlayır və onu hekayələşdirərək son cümlələrində biz qalib gəldiyi ilə bitirir. Yəni əslində New Yorklular bu çıxışdan sonra Mamdanini bir şəhərin meri kimi yox, həqiqi azarkeş kimi xatırlayacaqlar. Çünki o da vətəndaşdır və o da digərləri kimi uzun illərdir ki, bu şəhərin üzünün gülməsini gözləyir. Və 53 ildən sonra üzü gülən New York şəhərləri indi 53 ildən sonra bu merlə, Mamdani ilə mer kimi, siyasətçi kimi, sosioloji problemlərin həlli kimi üzləri güləcəkmi yoxsa yox, onu bizə zaman göstərəcək. Dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.